Ana, bir dənə tez bura bax. Bu kişini tanıyırsan sən? Kıza, bu kimdir? Bu kişi kimdir eve salmışsan sen bunu tanıyorsan? Ben haber vermem bu kişini. Sen de ne mi kıza? Ben cevap ver. Ana sən bunu tanımırsan, adı Marifdir. Səni belə çox gözəl tanıyır. Neyini məcburi gəlib girib içəriyə. Sən ki o bunu tanımırsan? Kıza, Marif kimdir? Beratçı hakkı ben bu kişini tanımıram. Sen bu kişiyi eve ne salmışsan? Çünkü senin başın, kalkın kişini ne bileyim? Tanımıram onu kime mand olsun. O kişi oturup ya belli başlı. Bu şəkili çəkdirəndə və tanımırdın, hə ana? Hə səsinin həyəcanından bilinir hələ. Səsinin həyəcanından bilinir. Mən ana o qədər pis oldum ki, indi bu dəqiqə mənim gözlərim dolub boşalır. Ya sən belə qadın imişsən sən. İndi gəlib deyir ki, məndən küllü miqdarda pul alıb, getsin mənə pulumu versin. Zaksaz girmisən ondan, hə? Hakkı atanın doğru için ben bu kişini tanımıram. Bu şimdi benim okşandı, beni okşayır. Deli sen ben neysem? Pıl, ben satan kişiden pul aldım. O kişi ben tanımıram, ne güzel. Kül başma bu. Bu şekil benim şekilimde aldım. Benim öyle geyimin de yoktu axı. Kül onun başına bu kişi aldı benim şekilimde. Benim de koyup silemem belli başı. Kül başıma tanımıram, Bereçada andolsun tanımıram. Yok. Oturub sözü də getmir, səni gözləyir. Sən gəl özün şey elə. Mən yəni ana mən hər kəsdən gözləyərdim bunu, hə? Mən səndən gözləməzdim. Sənin əxlaqın, mərifətin, qanacağın, qeyrətin. Yəni səndə bunlar hamısı var idi də. Var idi, sən necə eləyərsən belə? Allah'a andolsun. Benim ahlakım, marifetim, zadım her şeyim yerindedir. Ama Bereçet hakkı ben sana almamışam. Atanın görünü anısın ben bu için tanımıram. Kimdi bu marif aranı uğraşır ben tanımıram bunu. Bereçet hakkı tanımıram. Neye inansın eli bassın ben. Ben bu için tanımıram. Arsız oğlu arsız. Cem evime de girip kilonun başına tanımıram hep bu kişi. Mən üçün şübhəliyəm səndən. O əgər sən deyirsənsə, gəl kişinin özün danış. Özün şey elə. Vəbşi göndərirəm sizə. Göndərirəm gəlsin sizə, sən özün yoluna, qaydasına qoy. Sən onunla qucaqlaşanda o şey deyərdi. O qırmızı ayaqqabıları harda? Ben bütün paltarlarımı siz alırsınız. Sizden gelirim alamağa. Tek gelirim paltarlarımı alamağa. Ben paltarım var, sumkam var. Ömrümde kırmızı ayakkabı giyinmemişim ben. Bak ben diyorum, ona ben başımı koyuyorlar ona. O ben diyorum. Bak da ben adamım ki sumkama bakıp çiğnimde. Ne paltarlar benim değil, ne o kişini tanıyorum. Vallahi Bereçet hakkı, Allah hakkı. Bana inanın ki ben böyle şey eləyərəm. Çünkü sizin başınızda, bana inanmır, kişi inanırlar. Ya, ben ömrümde kırmızı ayakkabım olmuyor. Ben bile paltarım olmuyor. Ben bile merifetsiz, layakatsiz ha. Sen anıma inanmırsan, o kişiye inansa. Alıp çalısı kimin arabada bana okşayıp getirip bir tane alındı. Yalan danışır. Yalan danışır. Sen bana inan, o kişiye inanma ben. Böyle ahlaksız kadın diyorum ben. O. Benim kırmızı ayakkabım ömründe oldu. Ya aksar benim evime. Gör kırmızı ayakkabı var evde. Anam, bu Marif əmi deyir ki, mən onu orada aldım onun üçün. Qırmızı ayaqqabı zat öz evimizdə. Bir gecə də məndən qaldı. Sən haçan gecə gedib qalmısan? Haçan getmisən? Sən bir dəfə Lənkərana gedirəm deyə getdin o günlərdə. Lənkərana düdün gedirəm. Sən onda ora getmisən? Hər şey daşlar necə yerinə oturur? O daşlar necə yerinə oturur? Necə artıq puzzle hazır gözümdə üzü görsənir. Puzzle'ın bir daşı gəldi yerinə oturdu. Puzzle dəqiq gözümdə rəsm canlandı. Hə? Daşlar necə oturdu yerinə? Gördün? Heç bir şey. Ne puzzle diyor. Puzzle Mahir'in bu hayallarına, gözüne, yüreğinin başına. Ne puzzle almışım ben. Ne puzzle diyorsun sen? Puzzle, Marif haram poku gel tıktı meydana Marif. Bir bu kalmıştı. Bu satılmırdı hele Marif mi satılmırdı? Hasan bana yapardı bir gece. Küsterin başlasa o kişiyi inansan bana inansa. Neçə illi anı inanmır xalqın kişisine olacaq. Ne deyirəm Marifdir, nədir haranın zebilidir. Gəlib oturub evimdə nə daş? Daş gətirmişsən mən üçün, nə daş gətirmişsən? Daş var. Gidin kızı git. Biz ağıllı başlar başa bütün içinde hara gelip peyda oldu Marif. Neyse deyə bilmərəm ana. Daha ki görünən köy kılavuz da istəməz. İndi gəl özün bu işin araşdır gör nədir. Bu kişi kimdir? Bunun qoynuna hasan girmisən, neynəmsə, hələ üstəlik kişi zavra çıxacaq. Zavra çıxacaq bu şəkillərlə. Təsvir elə sənin üçün bütün bir zavr çağıracaq axşam sənin verilişə. Sən işi gözlə, axşam o verilişi gözlə. Sən kişi deyir ki, mən zavra gedirəm. Görünən ben Zavrun verisi sağım. Ben Zavrun verisini gelmeye, ben ayın başım var. Fazbaşı ayakkabım da yoktu, paltarım yok. Saçım kraska istim. Ben günde Zavrun verisi gideceğim geldim. Ne var bu Marif köpeğoğlu hazın peyda oldu. Ben tağıtırır ora. Benim evim yıkıldı, ben neyleyeyim? Ben hara gideyim? Ben dörem o, vallahi billah, Allah bele, iman bele, Kur'an bele o dörem. Ne poka düştüm ben. Onu Zavrun verisini zaten koyup eleme. Ben günlük Zavrun verisini gezenem. Taksımla benim evimi yıkar da.
O çin rəddəyə gözlə gəlsin, mən gəlirəm o kişinin də ağzıma gələn deyərəm, pox qoyarım o kişinin evdən qovan köpəyi. Yox, peyda oldu yəni. Mənim ərim öldü, bildi, üzərinə getdim. Çünki bu kişinin başına adam tıxlayıb giz oğlu giz. Sən o verilişə üzü paltar axtarsan geyinməyə. Deməkdən ki, mən deyirəm, mənim sübutum, hər bir şeyim əlimdədir. Hara gedir, çıxır, çıxsın. Sən əgər bunu düşünən o ana olsun, sən o verilişə ayaqqabı axtardın, saça rəng qoydurursan. Demək ki, bunun altında nəsə var da. Vəbşi sən gəl, uzadır burada. Uzadır gəl özün. Marifdir, nə tarifdir, nədir, onu qoyma geçsin. Mən gəlirəm, alnım ağdır, üzüm açıqdır. Mən gəlirəm ora, onun yanında mənim alnım ağdır, üzüm də açıq. Mən gəlirəm, o pox qoyarım marif içində. Gedər ağlı başına gələr o marif. Köpək oğlu gəlib evimdə oturub arsız da. Çıxan da atıb belinə. Git köpək oğlu. Mənə inansın, o gəlirəm. O çiçeği bırakma gəlirəm, onun evini yıxaram indi. Yaxşı. Bir də mənə yıxma, mən çıxdım evdən. Vay yoxumdur mənim. Gəlirəm.